Gözünə də bir eski başa. Yes. Selamünaleyküm. Salamlar hər kəsə. Salamlar dostlar. Logosuz Bismillahirrahmanirrahim. Yes, Logos Podcast'imizin 12-ci seriyasıdır. Uzun 12. bir aradan sonra, saçlara ağ dənəciklər düşəndən sonra fikirləşdik ki, biz bu podkastsizliyi davam etdirməməliyik. Yes, Knyaz, niyə sən ümumiyyətlə podkastı davam eləmək istədikdə, yəni niyə fikirləşdik ki, biz bunu davam eləməliyik səncə? Neydi bizim söhbət keçən dəfə? Biz nədənsə danışırdıq. Nəsə danışırdıq. Söhbət ora gəldi ki, biz bu söhbətin niyə davam eləmirik də? Bəlkə elə davam edək də. Söhbətlər orada. Hə, gecə idi. Akşam mənə yazdı ki, neynirsən? Axşam idi. Dedim, Hüsnə, işləyirəm. Dedi ki, bir saata qoşul, live-a qoşuram səni, söhbət edək biraz. Qəxlisiz də bitdim. Dedim, eğer çatdıra bilsəm, mütləq qoşulacağım. Elə oldu ki, çatdıra bilmədim, çünki ailəvi işlər və s. çıxdığına görə. Sonra dedim ki, gəl vapşi, elə həftədə bir dəfə və yaxud da ayda 3 dəfə, nə bilim, 2 dəfə belə danışaq. Düşdükcə danışaq. Çalışaq ki, maraqlı söhbətlər eləyək. Çünki əvvəllər çox biz yadıma gəlir ki, pandemiyadan qabaq idi. Ya pandemiya dövründə idi Akşin. Pandemiyanın dövrüydü. Yəni pandemiya qabağı idi, amma o dövrdə biz gəlirdik ki, ümumiyyətlə belə bekarçılıq idi. Biraz danışaq. Bir dənə mikrofona başımıza soxmuşduq, yadıma gəlir, bir mikrofona belə dayanıb danışırdıq. Lütfuzadədə. Ay sağ ol. Lütfuzadədə heç sponsor ola bilmədi Lütfuzadə bizə. Biz qərar verdik ki, elə podkastları çəkək və orada əsasən nəyə diqqət edirdik? Ciddi yanaşaq bu mövzuya və hər dəfə bir başlıqla və s. gedək. Sonra elə oldu ki, ikimizin də dərslərimiz, işlərimiz və s. çoxaldı və qərar verdik ki, hələlik buna ara verək. Sonra Akşin səhv eləmirəmsə təkcə bir neçə seriya çəkdi, özü təkcə. Ondan sonra Akşində da dayandı, çünki dedim, bəlli məsələ, get-gəllər, işlər çox olur. Və dövrdə tam o dövr deyildi. Amma o dövr olmasa belə, mən fikirləşirəm ki, o dövrdə bizim o necə deyilir, amatörcə çəkdiyimiz, hazırladığımız, sadəcə səsdən ibarət olan podkastlər Azərbaycanda hətta birinci yerə belə qalxmışdı, yəni dinləmədə. Qalxmışdı əslində. Mən baxıram, keçən dəfə baxıram statistikalara, bu bizdə indi köhnə datalar qalır axı da, Spotify-a bizdə hətta yadındadırsa, bu Anchor-dan edirdi, sonra Spotify Anchor-u aldı, adını qoydu Spotify Creator. İndi onun nəticəsinə baxıram, yes, Creators for Spotify belə bir şey qoyublar. İndi məsələn üçün ona baxıram, görürəm ki, yəni 9 seriyaya görə, yox 12 seriyaya görə toplam dinləmə sayısı unik sayı olaraq da 100.000 üzərindədir. Və 116.000 civarındadır. Başa düşdük. Unik sayı nə demək? Yəni məsələn şeylər demirəm, təkrar qulaq asanlara falan demirəm. 116.000 təxmini bir şey. Və ən qəribə olduğum suallardan biridir. Hərdən hardasa tədbirdə olanda və yaxud da o kodda da olanda idi və yaxud da hardasa olanda riski belə dəxilsizcə sual gəlir. Siz podkastı niyə davam eləmirsiniz? Mən qayıdıram belə, hansı podkast? Hansı podkastdır? Mən musiqi tərəfdə də varam deyə, orada da podkast vardı, indi streamdə. Dedim, hansı podkast? Deyir ki, bəs Akşin bəylə çəkdiyimiz podkast, hazırladığımız podkastları. Dedim, valla bizim vaxtımız üstə düşsə, imkan olsa danışarıq. Belə danışırıq, amma elə danışmırıq da elə ki, qismət olsa başlayarıq. Elə qismət də məncə bu günəymiş. O vaxtdan bu yana iş həyatında, ümumiyyətlə iş həyatında deməyəndə, məsələn üçün, ümumi dizayn inkişafında nələrin dəyişdiyini hiss eləmirsən? Neyinirsən? O vaxtdan bu yana neyinirsən? O vaxtdan bu yana hardasa bir 500-ə yaxın tələbəm olub. O vaxtdan bu yana. Bəlkə daha da çox. O vaxtdan bu yana aktiv, yəni UX, UI belə deyib də, sektoru üçün kadr yetişdirməklə məşğul olmuşam. İndi biraz son bu bir ayda dincəlirəm.
demək olar ki, düzdür, yenə də bir sinif var və bir-iki dərsim qalıb onlarla da bitirirəm. O vaxtdan bu yana demək olar ki, elə eyni kodda olmuşdum Kod Akademiyada. Əlavə bizim Rizvanla və Muradla marka dizayn studiyamız var. Orada yenə fəaliyyət göstəririk. Fikirləşirik ki, növbəti artıq fazada biz bu marka dizayn studiyanı aktiv istifadə edək və dizayn fəaliyyətimizi aktivləşdirək ciddi şəkildə. Aktivləşdirə deyəndə pasiv deyildi, zaten işləyirdik, amma yəni sifarişin çox olması üçün və yaxud da işlərin çox olması üçün bir səy göstərmirdik. Müştərilər bizi tapırdılar və belə işləyirdik. İndi düşünürük ki, biraz daha çox bu işi böyüdüb, daha maraqlı yerlərə gətirə bilərik. O vaxtdan bu yana əlavə olaraq nə dəyişdi? Bu yaxınlarda artıq mən Kod Akademiyadan ilk dəfə burada açıqlayıram. Publikada. Belə bir şey. Publikada açıqlamamışam, amma Kod Akademiyadan artıq fəaliyyətimi sonlandırdım. Ağrılı, acılı, biraz belə nə bilim, kədərli bir proses oldu əslində mənim üçün bu ölümdə keçid. Bu qərarı vermək və yaxud da bundan keçmək, çünki artıq 10 ildir mən orada fəaliyyət göstərdim və bir öyrəşdiyim, belə deyim də, sevdiyim, istədiyim bir ortam idi. Amma bu 10 ilin sonunda həyatımda biraz dəyişiklik istədim. Yəni açığı deyim. Yaxşı nəbsən bro, keçmişlə yaşamaq olmaz. Yaxşı nəbsən. Dəyişiklik məncə biraz faydalı olacaq. Nəyə görə? Çünki dəyişiklikdə yəni hansısa bir akademiya və s. yəni keçmək deyildi. Özümüz öz mərkəzimizi, məktəbimizi qaldırmaq idi. Marka education. Ürün yerləşdirmə, ürün yerləşdirmə. Marka education idi və Rizvangil artıq bu işi 6 aydır, 5 aydır başlayıblar. Zaten davam edir. Və bizim bu şərikliyimiz zaten 4-5 ildir artıq davam edir və uğurla gedir. Bu tərəfdə mən dostlarımı, şəriklərimi tək qoya bilmərəm də. Buradan davam eləməyim daha düzgün olar. Orada bilirəm ki, biz çox şey öyrənəcəyik. Öyrənmişik də zaten digər tərəfdə. Çox challenge-lar eləyəcəyik. Amma Rizvan, Murad, Əsədov, mən biz bir yerdə düşünürəm ki, çox güclüyük. Və bir-birimizi belə deyim də anlaşa bilirik, başa düşə bilirik. Bir-birimizə vizyon aça bilirik. Bu tərəfdə məncə çox dəyərli iki insandır mənim həyatımda, doğrudan da. Əminəm ki, yaxşı yerlərə gəlib çıxacağıq. İndi bu dəqiqə tədris üzərində işləyirəm. Çünki Kod Akademiyadan fəaliyyətim təzə sonlanıb deyə. İndi yeni bir tədris hazırlayıram. Bu da yenə UX UI tədrisi olacaq sıfırdan başlayanlar üçün. Bunun içərisində AI da olacaq. Super, əla. Əlavə isə işləyirəm başqa bir tədris üzərində. Bu da sırf AI tədrisidir. Amma o tədrisin biraz fərqli bir, unik, maraqlı bir şey düşünürəm. Yəni sadəcə dizaynerlər üçün yox. Ümumi bir anlayış fikirləşmişəm. Orada belə bir cümlə olmayacaq da. Yəni AI ilə yaradıcılıqsa, düşük belə cümlələr olmayacaq. Yəni AI ilə yaradıcılıq olmur. Belə cümlələr axır vaxtlar çox görürük. Belə digər tərəfdən də Knyaz musiqi aləminə girib. Orada da yenə o son 5 ildə yavaş maraqlı addımlarla davam eləyir. Demək olar ki, həftəmin 1-2 günü heç olmasa da musiqi ilə keçir. Belə. Səndə necədir? Səndə nə dəyişib bu son 5 ildə? Bro, səndə ən son podcast elədiyimiz vaxtında mən onda elektronik artsda işləyirdim. Elektronik artsda bəzi problemlər falan yaşadım. Ona görə çıxmaq məcburiyyətində qaldım. Və 2023-cü ilin yanvar ayında Deutsche Bank'a keçdim referens oldular. Sonra elə davamlı intervyu falan elədim. Deutsche Bank'da konsultant olaraq başladım. UX Experience konsultant olaraq başladım və konsultasiyada bərabər apardığımız, Pedro ilə bərabər apardığımız bir yarıcı 20 nəfərlik bir komandamız oldu. Sonra 18-ə saldıq. Çünki internlərimiz falan çox idi. Sonra əsas belə core teami 8-ə saldıq. Birinci dəyəri $7 milyon olan bir araşdırma planını bitirdik.
və 2025-ci, 2024-cü ilin fevral ayında mən Doçubatdan çıxdım və dedim ki, Azərbaycanda apardığım Səsində nəsə var, qırılma var deyəsən. baxım İnternetin gedib gəlirdi, indi düzəldi. hə, Amma yaxşı, görüntü okey. yox. Ha, buyur, davam elə. Hə, Deutsche Bank. deməli, hə, Deutsche Bankdan ayrıldım və Deutsche Bankdan ayrılandan sonra dedim ki, Azərbaycan üzrə fəaliyyətimi dayandırmaq istəyirəm. Əslində paraleldə Emotix Consulting deyə bir şirkətim var idi. O vaxtları Azərbaycanda falan belə yaxşı işlər falan gördük. Dubayda Fly Dubai-nin məsələn üçün monitorlarına falan user experience planning falan elədik. Sonra hardware-lərini məsələn ML texnologiyasından personalized user experience elədik sırf müştərilər üçün falan. Çox bombastik təcrübə idi, əla bir təcrübə idi. Yəni çox maraqlı işlər falan gördük. Schlumberger-lə işlədik. Məsələn Kenya və Nigeriya ofislərinin insan resursları idarə etmə sistemlərini təzələdik. Asiya İnkişaf Bankının daxilində İndoneziya, Qazaxıstan və Kobiyanın məsələn üçün məhsullarını falan hazırladıq. Yəni belə çox maraqlı təcrübələr falan var idi, amma Azərbaycanda bu, yəni bilmirəm, bu gedən toksik inkişaf məni həddindən çox yordu. Dedim ki, mənə fərqli bir təcrübə lazımdır. O vaxt 2022-ci ildə əslində mənim bir dostum vardı, Fərhad. Onunla bərabər şirkət qurmuşduq Estoniyada. Elə onun qazı ilə dedim Estoniyaya köçüm, baxım görüm necədir burada vəziyyət. Biraz elə son ilimi istədim ki, həm öyrənməyə, həm də belə sırf belə startup ekosistemini anlamağa, həm bu AI texnologiyalarını anlamağa, belə ümumi software engineering sahəsini öyrənməyə falan xərcləmək istədim ki, həm Estoniyada baxım nədir vəziyyət və s. Biraz elə bir Estoniyada qaldım. Estoniyada gördüm, əslində o da yəni mənə bir xoşbəxt eləmədi, çünki həddindən artıq soyuq bir ölkə, günəşsiz bir ölkədə yaşamaq doğrudan çox çətindir həddindən artıq. Yəni Deutsche Bankdan bu yana hər hansı bir corporate-də işləməmişəm davamlı olaraq. Sonra həmin paralel vaxtda da Emotix School-u qurdum. İndi də əslində davam eləyir. Emotix School-da da həmçinin məndə də AI və məhsul dizaynının bərabər migration olan bir tədris təlim verirəm. Onun əvvəlində də Advanced UX UI, UX UI təlimləri falan verirdi. İndi keçirmişik biraz daha belə fərqli bir ekosistemə təhsil hissəsində, Emotix School-un içində. Amma indi bu dəqiqə hazırda bu dəqiqə üzərində fərdi olaraq öyrəndiyim şeylər daha çox belə engineering, AI engineering sahəsində işin elə daha çox mühəndislik tərəfi mənə daha çox maraqlıdır. Ona görə onu öyrənməyə çalışıram. Yəni bu da belə engineeringin bu sırf software tərəfləri, yəni tam belə demirəm, development tərəfi necə qurulur, backend falan elə yox, sırf belə alqoritmanı anlamağa çalışıram, necə işlədiyi falan onları anlamağa çalışıram ki, öyrəndiyim şeyin gələcəkdə tətbiqini elə bir sıfır daha da əvvəldən anlamağa çalışım deyə, anlayım deyə. Belə, yəni o vaxtdan bu yana məncə həddindən çox şey dəyişib ikimizdə də. Maraqlı təcrübələr yaranıb. Maraqlı təcrübələr. Bro, yəni otursam, yəni səhərə kimi fikirləşsəm, sənin inanırsan kod akademiyasından ayrılacağına ağlıma belə gəlməzdi. Yəni Mən ağlıma gəlməzdi. Bro, yəni off business house-un yanından keçəndə mən bildim ki, sən bir yerdən çıxasan da, yəni və ağlımda elə idi, yəni ki. Mən də çıxırdım ha. Həqiqətən həmişə də denk gəlirdi, yəni. 10 il az deyil də. Yes. Elə bir müddətdir 10 il. Səndə də xeyli şey dəyişib. Yeni tədris yaratmısan deyəsən təkrar. Niyə qayıtdın tədrisə yaxşı? Sən demişdin ki, ümumiyyətlə tüpürdüm. Bro, mən əslində UX UI üzrə tüpürmüşdüm. UX UI üzrə tüpürmüşdüm və daha çox belə in-person təlimlərə belə tüpürmüşdüm. In-person təlimlərə. Yəni məsəl üçün üzbəyüz gedib nəyisə belə mənə məsələn üçün məntiqsiz gələn bəzi şeylər falan var idi. Amma məsələn şey tərəfləri var da, bu da var. Yəni o tərəflər də var ki, insan gəlir, üzbəyüz görmək istəyir, onu nə bilim həmin an nəsə sual vermək istəyir falan filan. Həftədə bir dəfə görsün də. O heç, məsələn üçün o kimi şeyləri falan həftədə bir görsün də biraz elə bir pis səslənir də. Yəni məsələn üçün həftədə bir dəfə görüşmür. Mən indiki tədrisimi onlayn düşünürəm. Onlayn niyə düşünürəm? Ünlüləri çox da onlayndır. Yəni mən özüm belə artıq mərkəzə gedib dərs keçməyə gəlmək bu Bakının bu tıxacında bu çox ciddi stressdir də. İnsanlar buna vaxt ayırır. Yəni sən gündə özünü inkişafa 2 saat vaxt sərf eləyəcəyinə götürüb onu tıxacda vaxt keçirir insan. Başa düşdünüz? Bu şeyləri var. Həm o tərəfidir. Həm mərkəzin bir üstünlüyü qalmayıb. Hansısa bir mərkəzdə olmalı. Yəni okey, kompüter hamıda var, internet hamıda var. Tamam, məlumatsa əsas. Mən tələbənin əlindən tutub onu mouse tutmağı öyrətməyəcəm ki.
Ay sağ ol. Yəni mən tələbənin başının üstündə durmaqla o yaxşı işləyəcək. Zaten tələbə sinifdə iş görmür. Tələbə sinifdə iş görmürsə, mənim bir məlumatı ötürüm, həftədə bir dəfə görüş eləyim. Mənim düşündüyüm belə bir şey ki, həftədə bir dəfə hansısa bir coffee shopda və yaxud da zavtrakda, orada, burada daha belə deyim də, səmimi bir mərkəzdə rahat görüşmək, söhbət eləmək, o sosiallığı saxlamaq məncə polnu bəsdir. Yes, yes, elədir, elədir. Yəni mən bəzi in-person tərəfləri tüpürmüşdüm açığı. Belə biraz da o hisslərdə falan belə nə bilim mənə məntiqsiz gələn bəzi şeylər falan vardı, amma onlaynı davam elətdirirdim. Yəni o pis deyildi. Yəni yaxşı idi hər şey. Yəni uşaqlarla belə ünsiyyətimiz də davam edicidir və s. bunlar. Yəni yaxşı tərəfləri falan da var. Təbii ki, çətin tərəfləri falan da var. Biraz o ünsiyyəti qorumaq, saxlamaq, yəni onlaynda bu ünsiyyəti qorumaq nisbətən daha çətindir. Amma fikirləşirəm ki, lazımdır. Məncə məsələn üçün sırf əslində ictimaiyyət üçün lazımdır. Yəni bir educate tərəfi ictimai üçündən də əlavə bilirsən nə üçün lazımdır? Daha çox belə şirkət rəhbərləri üçün lazımdır. Yəni həm şirkət rəhbərləri üçün, həm head departmentlər üçün və s. Yəni bu kimi şeylərə əslində bu təhsil tərəfləri məncə davam edici olmalıdır. Yəni təbii ki, universitet tələbələri üçün də ola bilər, nə bilim, nəyisə öyrənmək istəyən insanlar da ola bilər, amma ümumi məsələn üçün bu cəmiyyətin inkişafı üçün və hər hansı bir təhsilə ehtiyacları anlamaq üçün head departmentlərə də əslində bu təlimlər lazımdır. Yəni ona istinadən mən həmişə fikirləşirəm ki, yəni o təlimlər axıcı olmalıdır, yəni davam edici olmalıdır. Amma məsələn bir şey var idi. Üzbəkistanda bir dənə platforma var. Çox maraqlıdır. Ona mənə Malik demişdi bir dəfə. Sonra girdim, baxdım, qəşəng idi. Adamlar məsələn üçün Spotify üçün, Netflix üçün və ya bu kimi şirkətlər üçün sırf ürətir adamlar, öyrədir adamlar. Öyrədir. Yəni hatıram məsələn software engineering üçün öyrədilər, amma sırf Netflixə qoşulmaq üçün, başa düşdün? Netflixin komandasına qoşulmaq üçün. Yəni çox günə maraqlıdır. Bax, yəni mən bir dəqiqə Netflixin nümunə verirəm də, amma daha çox belə US-based şirkətlər, US şirkətlərdir və sırf onların vakansiyası üçün full stack development öyrədirlər. Başa düşdün? Yəni məsələn üçün bu da maraqlı bir təcrübədir. Təbii ki, indi Azərbaycanda hər hansı bir şirkət seçsən, yəni o da mənası olacaq. Yəni belə o da çox şirkət sayısı yoxdur. Amma sırf belə dünya miqyaslı fikirləşəndə, amma məsələn o təlim maraqlı gəlmişdi mənə. Yəni deyir ki, Amazon üçün full stack development kursu. Mən bir şey maraqlıyım. Sən qərbdəki böyük şirkətlər nə qədər bu dəqiqə aktiv hiring eləyir ki, dizayner və yaxud da sən yaxşı bilərsən onu. Ümumiyyətlə və yaxud da developer nə qədər aktiv hire eləyirlər. Amma burası bir dənə bir şey deyim də, çox bir dənə maraqlı bir dənə məsələ var, çox maraqlı məsələ var. Amerikan falan deyəmərəm, amma Avropada əslində hiringlər pis deyil. Yəni beləsə məsələn mən belə davamlı olaraq məsələn üçün tədbirlərə falan belə çalışıram ki, qoşulub baxım və ətrafımdakı olan dost tanışlardan falan baxıram eləyirəm, görürəm ki, adamlar heç narahat deyil. Yəni məsəl üçün nəyisə məsələn işin əlinə alınması və ya nə bilim adamlar və ya nə bilim bir sonrakı işdə yeni bir versiya atlamaq. Onu açıb bir Türkiyədə, bir də Azərbaycandadır yəni. Ay sağ ol. Elə bir bu tip miflərin beyinlərində dolanması və s. məsələn üçün o şeylər deyil. Hə? Bir də YouTube samlayırlar da. Ay sağ ol. Yəni məsəl üçün elə şeylər yoxdur, amma məsəl üçün bəzi spesifik ölkələri falan var ki, yəni məsələn o ölkələrdə falan belə layofflar falan çoxdur, amma belə yəni mən məsələn üçün gördüyüm qədərilə təbii ki, dünyanın iqtisadi olaraq yəni çox belə böyük problemləri falan var. Yəni Avropanın özündə də belə ciddi iqtisadi problemlər falan var, amma şirkətlərin daha çox belə apardığı layofflar iqtisadi yönümlüdür. Şey yönümlü deyil. Məsələn üçün əməkdaş yönümlü. Yes, məsələn elə deyil. Daha çox belə məsələn atıram şirkətin normal olaraq büdcəsi zəifdir və hazırda bir dəqiqə onun üçün hər şey yoxdur, amma görürlər ki, yenə də bəs deyil və s. Yəni ortalama məsələn üçün Avropanın özünün verdiyi şirkətlərin verdiyi nəticələr açıq pis nəticələr deyil. Yəni amma məsələn üçün Kanadada elə deyil. Məsələn Kanadada azlı bir dəqiqə hiringlər çox zəiflətdirilən artıq. Yəni bilmirəm Amerikanın özündə də məsələn üçün layofflar ciddi anormal səviyyəyə gətirib çıxarıb və sırf nəyisə dəyişmək və ya nə bilim hansı bir infrastrukturu AI infrastruktura çevirdikləri üçün də məsələn üçün təcrübəyə falan gətirib. Keçən dəfə X-də bir dənə post var idi. Məsələn çox məşhurlaşdı o post. Adamlar deyir ki, yəni həddindən çox token yandırırıq və keçmiş o tokenləri əvəzləyirik juniorlara. Məsələn, junior hire eləməyə başlamışıq ki, Yəni indi
Çox üzr istəyirəm, Maksim, böldüm. Elə yerində idi söhbətin. Biz əslində bu görüşü başlayanda Akşinlə qabaqcadan bir 5 dəqiqə söhbət elədik. Heç bir, yəni bizim bir topik planımız yox idi də. Dedik başlayaq bir dənə bismillah eləyək. Hara gedir söhbət getsin də. Elə söhbət də ona görə axıcı belə bu formada gedir. Çünki ilk görüşümüz də uzun müddətdən sonra sizlə. Söhbət gəlir çıxır. Yenə də əlbəttə ki, aktual mövzulardır bunlar indi həyatımızda. Çünki müəyyən keçid dövrlərindən keçmişik. Bir də bu keçid dövrüdür. Nədir bu da bu AI infrastrukturu və s.dir. Gəlib bir hara çıxdıq, indi gəlib çıxmışıq ki, şirkətlərin altyapıda AI infrastrukturu qurması, okey, və yaxud da bəlkə də nə bilim buna hazır olmağa çalışmasıdır. Qurmağa çalışması yox, hazır olmağa çalışması ki, birdən nəsə olar. Nə bilim, indi token söhbətlərinə gəlib çıxıb Akşin, qeyd eləsin, mən də öz fikirlərimi deyəcəm. Buyur Akşin, davam elə. Yes bro. Yəni məsələn üçün bəzən bu kimi məsələn addımlar falan da var. Məsələn indi mən belə bilmirəm indi nə qədər doğru olar, amma ki məsələn Figma-nın özünün update-ləri də var ki, öz elə bir community-nin Slack kanallarında falan paylaşırlar. Görürəm ki, məsələn o Figma update-ləri indi hələ ki launch eləməyiblər də config-də falan launch edəcəklər. Məsələn görürəm ki, onlar da yəni mükəmməl update-lər falan ayıblar da. Yəni çox güclü AI update-lər falan ayıblar. Söhbət yəni Figma dizayn tərəfdə falan gedirlər. Düzü indi həmişə belə danışanda deyirəm, görürsən NDA qaydalarını falan pozmuram. Sonra deyirəm, adamlar görürsən mən tapıb NDA Azərbaycan dilinə ingiliscə tərcümə edib görürsən mənə sübut edə bilərlər axı NDA qaydalarını pozursan. Sən belə deyə bilərsən də. Məsələn, Figma-nın bu konfigdə elədiyi indi konfig olacaq da gələn ayda da konfig, ha. Yes. Konfigdə şounu dizayn tərəfdə göstərəcək yoxsa AI tərəfdə göstərəcək? Yəni dizayn, Figma dizayn, məsələn indi bir dəqiqə FigJam-in daxilində də o var, amma Figma dizaynda da o olacaq. Yəni hazırda bu dəqiqə yoxdur, amma FigJam-də də var, Figma bazda da var və Figma dizayn daxilində də bir sırf yəni AI idarə etmə infrastrukturu var da. Yəni Figma Make ayrı bir dünyadır, o başqa məsələdir. Sırf publishable məsələn üçün produktlar yarada bilmək üçündür. Amma Figma dizaynı sırf AI ilə inteqrasiya olunub, AI ilə idarə oluna bilən vəziyyətə gətirə bilər ki, hansı ki, yəni non-tool based-də, yəni məsələn üçün əlinlə heç bir şey idarə eləmədən, sadəcə voice-la, məsələn üçün auto layout elə, bunu elə, constraints-lərə bunu ver falan və s. belə bir infrastruktur qurublar. Yəni sadəcə səsli komandlarla və yazılı komandlarla nə bilim kitle hazırlama, component library-ni hazırlama və s. belə bir infrastruktur qurublar. Yaxşı, sən tool mənə çox başa düşdüm əslində, yəni chatla sən dizaynı editləyirsən də, dizayn yaratmağa başlayırsan. Yəni Figma dizaynda işləyirsən, amma chatla yazırsan bir şeylər və yaxud da voice, yəni stitch-də necədir? Voice-la və s. əmr verirsən, o da başlayır editləməyə. Okey, bəs burada yandıracaq da, yəqin shotчик yazacaq da sayğac. Bunu elədikcə. 100% ki, shot yazacaq, amma bir dənə belə bir şey var, Və burada 2 dənə elə bil point var da, 2 dənə point var. 2 dənə pointin məsələsi nədir? İndi bu Cloud'nin SpaceX partnership-indən sonra indi Cloud deyib ki, öz daxili partnyorlarımız və konnektorlarımızla rate limitləri, yəni çoxaldırıq da, yəni hər kəs məsəl üçün sərbəst şəkildə nələrsə artıq normaldan necə idisə. Yəni axı SpaceX Cloud-ya partnership elədilər axı. Onlar öz server stoklarını böyütdülər və Cloud-ya support edildilər ki, məsəl üçün daha çox xidmət verə bilsinlər və Cloud-da belə bir açıqlama verdi ki, məsəl üçün müəyyən bir səviyyədə rate limitlərdə dəstək ola biləcəklər userlara, hansı ki, nə bilim partnyor olan userlarla söhbət gedir. Məsələn üçün atıram Cloudy və Blender'in istifadəçisi, Cloudy, Figma istifadəçisi, birbaşa Cloud'un istifadəçisindən söhbət getmir. Yəni hansı ki partnership olanlardan gedir. Məsələn atıram indi bu dəqiqə kim istifadə edir məsələn Cloud'un partnership olar? Deyək ki, məsələn üçün Perplexity-dir. Məsələn daxilində Cloudy da var. Onlar məsələn üçün normalda və ya Cursor'dur və ya Antigravity-dir. Məsələn bunlar Google-dur məncə. Yes. Məsələn üçün onlar məsələn bu infrastrukturun, cloud infrastrukturunu özlərinə daxil ediblər, amma tez rate limitə düşür də. İndi isə məsələn üçün normalda bir dəfə düşürdüsə, indi nə bilim birincidə düşürdüsə, normal indi 3-cü addımda düşəcək. İndi Figma-la da Anthropic arasında əslində belə bir partnership var.
Yəni indinin özündə belə Figma Make-in yəni limitinə düşmək çox çətindir və həmişə oturub fikirləşirəm ki, bunlara konkret ölümünə şotçuk yazır da, yəni biz bunu istifadə edirik. Yəni bir gün deməzlər ha, bunun payback vaxtıdır, yəni ödəniş eləməyin vaxtıdır və s. falan. Bilirəm, böyük ehtimal ki, nəysə artar, qiymətlər falan Səndə neçə artar. kredit verir ki ayda? Hə? Ayda neçə kredit verir sənə? Figma Make-də bilmirəm. Mən Figma Active Make istifadəçisi deyiləm, amma yəni hələ ki o limiti görməmişəm açığı. Görənləri görmüşəm yəni 3000 limitində də, falan. klasik 3000-dir premium istifadəçilərə 3000 verir. Abi, Mən bir dəfə işlətmişəm bir müddət, sonra başa düşmüşəm ki, okey də mənim üçün IDE-lər daha rahatdır və yaxud da ki, elə Cloud Code-un özü. və Arada sən testlər bilirsən edirəm. ümumiyyətlə dünyada ən çox istifadə olunan sırf web publish tool Figma Make. Çünki Figma-nın içində də dizaynla birbaşa oradan baxır. Yes, ay sağ ol. Qraf plug etmir, qraf şey almır. Figma özü onu içində o şeyi verir deyə. Ən Ay, birinci sağ ol. dizaynerlər ona üst tutur. Zaten içində də şey var da, yəni motor da var da, içində Cloud da var, Gemini da var, nə istəsən qoşa bilirsən. Bir dənə ChatGPT yoxdur bildiyim qədərlə. Yes. Qalan Gemini var, orada Cloud var, motoru dəyişə bilirsən rahatlıqla. Bu Yəni bir şəkildə yəni şotçik yazsa da, yəni bir şəkildə cəmaatdan alacaqlar da pulu da bro. Yəni Mən- bir şəkildə olacaq. mən prosta şeyin elədiyi, yəni Figma-nın elədiyi son aylarda məncə hətta bu konfigdə də eləyəcəyi şey sadəcə şey eləmək üçündür. Yəni rəqib bu rəqib deyəndə indi yeni çıxmış rəqiblər. Figma-nın rəqibi yox idi ki, son 1 ildə rəqibləri çıxmağa başladı ortaya. Onlar da nə yöndə çıxmağa başladı? Dizaynı biz AI ilə eləyirik. Məsələ odur ki, dizayn hələ də tulla hazırlanacaq bir şeydir. Yəni oturub əmr verənəcək, hazırlanacaq bir şey deyil də. Əmr verərək kompleks şey, çox qarışıq məsələləri sadələşdirə bilərsən, amma end olaraq, nəticə olaraq ortaya çıxarılması biraz sıxıntılıdır da. Yəni bunu böyük şirkətlər Yes. Əslində ya böyle bir şey olmayacak. Yani Revolut, mesela Revolut gibi bir şirket kaydı demeyecek. Yani biz yeni app'imizi bıraktık. Bunu full AI ile eləmişik. Bu çok dizaynlar. Bu çok qəribə səslənər. Birincisi də, ikincisi də ki, yəni AI-ın elə bir məqsəd olduğunu düşünmürəm. Sadəcə belə dəyər artırmaq və belə deyim, mediada və s. səslənmək, paylaşılmaq, belə şeylər üçün belənsi hoqqalar verirlər, yeniliklər çıxarırlar. Bir də ki, baxsaq əslində bu dəqiqə AI-ın əslində bir ən ucuz qiymətini istifadə edirik. Yəni nəzərə alsaq ki, bizim tıkıltı var ha, tıkıltı var. Nəzərə alsaq tıkıltı var. Nəzərə alsaq ki, biz məsələn AI-ın ən ucuz dövründəyik bu dəqiqə. Deyək ki, Cloud Code-un sən Cloud-in dizayn funksiyasını işlədirsən, bir dənə sayt qaldırırsan, bir dənə sayt qaldıranda əslində 2 dəfə sənin $100 limitin dolma ehtimalı var. Sən təsəvvürlə 3 il sonra bunun qiyməti necə olacaq? Düşməyəcək ki, qalxacaq. Çünki bu dəqiqə satmaq üçün əslində uyğun qiymətlər eləyirlər. Bu sabahsı gün bu məncə gedib öz personalarını dəqiq tapacaq. Dizaynerlər də mütləq AI istifadə eləyəcək 100%. Amma məncə müştərilərin, stakeholderların, adi insanların, userlərin dizaynerlərdən artıq gözləntiləri dəyişməyə başlayacaq. Mənim baxdığım belə deyim də nöqtə budur. Yəni indiki halda okey, bir bank app'ini çox rahat sabahsı gün AI bənzərini eləyə bilirsə, tamam. Deməli bizim bir bank app'indən gözləntilərimiz artıq biraz dəyişməyə başlayacaq. Daha fərqli, daha nə bilim insansı, daha ünsiyyətçil, daha fərqli ola bilər ki, həyatımızda bank app'ləri və yaxud da messengerlər və yaxud da sosial şəbəkələr belə şeylər görməyə başlayacaq. Bizi AI hardan detoks lazım deyə bura bizə. Biraz AI detoksu lazımdır amma. Mən buna biraz AI okey, çox ciddi bir əslində həyatımızda baş vermiş addımlardan biridir. Biz birinin uşaqlığına düşmüşük, internet həyatımıza girib. Böyük ehtimal ki, bunu IT sahəsində işləyən o vaxtı yaşlı əmilərimiz, dayılarımız yaşayıb bunu ki, internet, informasiya axır, gəlir, gedir. Onlar onu yaşayıblar. Sonra bir müddət sonra bizim həyatımıza artıq ciddi sürətli kompüterlər girməyə başlayanda biraz yaşanılıb bu
dövrlər. Sonra smartfon çıxmağa başlayanda artıq bunu yaşamışıq. Sonra biz bunu yaşamışıq kriptovalyuta, NFT-lər və s. həyatımıza girəndə. Bir boomdur da indi gəlir gedir. Kriptovalyuta əslində bir boom deyil, dalğadır. Belə həmişə gələcək gedəcək o ayrı bir ekosistemdir. İndi də düşmüşük AI çağına. Bu da insanlar buna alışandan, özünə uyğun yerini tapandan sonra doyacaqlar. Yəni səncədir, yaxşı, indi baxıram ki, Instagrama girəm, kimsə AI ilə video düzəldib, kimsə AI ilə fotosunu düzəldib, oyuncaq kimi insanlar bunu istifadə edirlər. Yəni özləri məsələn insan baxıram profilində son 10 postun 10-u da AI ilə düzəlmiş şəkillərdir. Okey, doyacaqsan onunla. Doyacaqsan, bundan doyacaqsan. Çünki AI şəkil generasiya edənlər səni xüsusilə biraz qəşəng göstərməyə çalışır. Səni fərqli göstərməyə çalışır. Mən də istifadə edirəm öz cover şəkillərimdə də. Amma düzgün bir format tapandan sonra onu dəyişəcəm hamısını. Yəni çox da belə happy deyiləm. Amma məncə insanlar bu doyuma çatandan sonra, başa düşəndən sonra ki, biz əslində gələcəkdə keçmişə baxmağımız üçün saxta keçmişlər formalaşdırırıq. Bu məsələ insanlara çatandan sonra təbliğə artıq önəm verməyə başlayacaqlar. Mənim gördüyüm AI ilə bağlı hələ ki vizyon budur. Hə, ciddi işlər görəcək. Həyatımız sürətlənir. Məndən sual verəndə ki, okey, AI həyatımızda nə dəyişir? Zəhləmiz tökülən işlərin hamısını AI artıq eləməyə başlayır. Özü bomba bir şeydir elə. Yəni biz deyinirdik də, mən tələbəyə öyrədəndə ki, həm layout düzəldirsən, qurursan, öf müəllim, ayda, get bax, o sayta bax. İndi hamısını pişirir qabağa qoyur. Səndən gözlənilən nədir? Eşşəyin bir iş çıxarmaq ortaya. Bu endpoint'in insan, nöqtənin insan qoyması. Ya olmayacaq da orada endpoint oturacaq gecə AI nəsə analiz eləyəcək, app'a update sad gətirəcək. Belə bir şeyin olması, düşünənlər var belə action. Belə şeyləri düşünənlər var. Bizə o qədər eyfariyadadılar ki. Şey deyirlər, UX bitdi, UI bitdi. Nə danışırsınız? Yəni ən sual vermək üçün sənə məsələn ən bomba dizayn sahəsində AI yenilikləri hansı şirkət gətirir bu dəqiqə üçün? Yəni ümumiyyətlə ən vizyon açan şirkət hansıdır AI-da? Lokalda? Yox, qlobalda. Qlobalda yəqin Figma olardı, yəni Figma. Şey olaraq ümumi general baxsaq cloud-dur. Anthropic. Cloud yəni, of course, Anthropic-dir, cloud-dur. Okey, Anthropic-in saytına girib baxsaq biz nə görürük? İnsan əməyi bir sayt dizaynı görürük orada. Keçən dəfə Anthropic product design vakansiya açmışdı. Nə olmuş? Dizayn vakansiyası. Product vakansiya açmışdı. İllüstrasiyasına kimi, animasiyasına kimi, hətta istifadə elədiyi şriftə qədər bilərəkdən özləri humanist şrift seçiblər, istifadə ediblər. Yəni bunlar hamısı insan əməyidir. Bunlar oturub cloud nəyisə dizayn update-ni məsələ şey nə eləmir. Sizə bir şey izah eləməyə çalışır əslində AI toollar. Düzdür, daha çox satsın bu dəqiqə bazara tutsun eləsin, amma işə düzgün yerləşdirə bilməsən çox qəribə gələcəyiniz olacaq bunu. Yəni işinizə düzgün həzm elə. Bunu başa düşməlisiniz ki, işiniz getmir əldən, işiniz sürətlənir. Daha maraqlı, daha faydalı olacaq şeylərə dəyişir. Yəni buna diqqət etmək lazımdır. Bunu başa düşmək lazımdır. Mən yeni bir tədris qururam və burada uzun zaman üzərində düşündüyüm şey də budur. Mən indi durub tələbəyə nəyisə öyrətsəm ki, atırdın, aç anti-gravitini 2 dənə sən skill qoş, bunu qaldır. Okey, bu da dəyişəcək. Durmadan dəyişəcək bunların hamısı. Mənim bu dəqiqə əslində tələbələrimlə işləyəndə çalışdığım şey tələbə özünü inkişaf elətdirə bilməsidir. Bunu öyrətməyə çalışıram. Yəni bu düşüncə necədir? AI-ın içində sən özünə necə yer tapa bilərsən? Get tap və indi bundan sonraki etapda özünü necə inkişaf elətdirə bilərsən? Çünki mən səndən aldım pulu, öyrətdim 1 ay, okey, öyrəndin. 5 ay sonra bunlar dəyişəcək. Bir il sonra da bunlar dəyişəcək. Sənə bir dənə sərt bir keçid edeyim. Sərt bir keçid edəcəm sənə. Hazırsan amma bunu sənə hazır görmək istəyirəm. Buyur. Çox hazır oldun amma çox riskli hazır oldun. Bro, ümumiyyətlə uzun bir zamandır, yəni
Mən səni nə vaxtdan tanıyıram? 2008-2007-ci ildən falan tanıyıram da. Uzun bir zamanda Azərbaycan bazarında fəaliyyət göstərirsən və sənə maraqlı bir sual verim, sırf cavabın doğrudan çox maraqlıdır. Azərbaycanın hazırdakı faktiki bazarını necə görürsən? Bazar nəticəsini necə görürsən? Nə olaraq? Yəni dizayn perspektivi, əsas dizayn komandalarının verdiyi nəticələr. Məsələn üçün mənə həqiqi bu yanaşma mən öz cavabımı özüm bilirəm, amma daha ədalətli ola bilməsi üçün elə bil başqasının da elə bil fikirləri mənə eşitməyə çox marağımdadır ki, məsələn üçün sənin tanışların var, sənin ətrafında olan insanlar var, sənin hətta tələbələrin var ki, hansı ki onlar da işləyirlər. Bəlkə də məsələn dizayn rəhbərləri də var məsələn üçün içində. Və yaxud da bir dostlarım var, dizayn rəhbərləri ola bilər və yaxud da bir hansı bir yerdə işləyə bilərlər və s. Azərbaycanda olan ümumiyyətlə bir daxili bir çərçivə var. O çərçivənin daxilində də fərqli məsəl üçün perspektivlər var. Biznes perspektivləri var. Həmçinin məsələn üçün hər birinin özünün ayrı yol xəritəsi var. Sənin ümumiyyətlə bu yol xəritəsidir, bu perspektivlər sənin ümumiyyətlə deyirsən ki, məsələn hər şey bomba qədər yaxşı gedir və uşaqlar da oradan işlərini yaxşı görürlər və yaxşı aparırlar. Yoxsa tamamilə məsələn üçün sənin öz ayrı bir rəyin var. Mən demək olar tələbələrimlə tez-tez danışıram. Əsasən də komandalarda işləyən. Demək olar ki, elə komandalarda da rəhbərlikdə də çox tələbələrim var. Hər bir komandada əslində tələbəm var. Səpələniblər, səndə də eyni ilə. Tez-tez danışıram və ən maraqlı sual nədir? Birinci AI ilə bağlı sual verirəm ki, okey, hara qoymusunuz, neynəmisiniz, komandada hara yerləşdirmisiniz bunu? Heç nə, işlərimiz davam edir olduğu kimi firmada, müəyyən etaplarda nəyisə soruşuruq edirik. Nəticələri necədir bəs uşaqların nəticələri? Valla o qədər işlər çoxdur ki, hələ də bizdə. Yəni belə deyim də, götürək bu dəqiqə ən aktiv komandalar hardadır? Finans sahəsindədir. O qədər işlər çoxdur, o qədər işlər, təzə produktlar ehtiyac var ki, Azərbaycan bazarı hələ acdır, bitməyib bu şeydə, başa düşürsən? Və o qədər sürətlə yenilənir ki, çünki Azərbaycan bazarında finans sahəsində rəqabət də var. Yəni banklar bir-birinə rəqabət aparır, oradan nəsə yenilik gətirir, bu buradan future çıxarır. Başlar ona o qədər qarışıb ki, mən bu bazarda hələ bir durğunluq Azərbaycan bazarında görmürəm. Sadəcə professional bu komandalara düşmək istəyən juniorlar üçün çətin bir challenge olmağa başlayıb. Belə bir şey var, yanaşma var ki, iş yoxdur deyirlər UX UI-də. İş yoxdur söhbəti deyil. Standart dəyişib. Yəni sənin əvvəlki juniorla indiki junior tələbin arasındakı söhbət dəyişib. Yəni əvvəl sən sadəcə bir CV atıb şans qazana bilirdinsə, indi bir CV işləmir. Əlaqə yaratmalısan, connectionların olmalıdır, networkingin olmalıdır, tədbirlərə gedə bilərsən, akşinlə aran yaxşı olsun, biraz knyazla da ünsiyyətin olsun. Bunlar işləyir bu dəqiqə. Bəlkə də nə bilim, bildiyini necə göstərməlisən, beyansda şəkillə yox. Komandalarda məsələsi, çox üzr istəyirəm. Bu junior söhbətindən bir dənə çıxmadan bir dənə bir şey deyim. Bununla əlaqədar mən bir dənə araşdırma aparmışdım Azərbaycanda özəlliklə. Mini araşdırma aparmışdım, amma belə sahə araşdırması deyək. Oturub bunun deep araşdırmasını aparmamışam. Bax bizim ən böyük problemimizdən birisi bu junior yanaşmasında ən böyük problemimizdən birisinin bax qaynağı çox fərqli bir yerdən gəlir. O da nədir? Bax keçən dəfələrlə bərabər oturub məsələn üçün ortalama bir juniorun seniorə gəldiyi illəri analiz edirəm və məsələn üçün Avropada və deyək ki, məsələn üçün Amerikada və yaxud da bilim Kanadada bu kimi müqayisələr eləməyə başlayıram ki, məsələn üçün məsələn deyək ki, Akşindir, deyək ki, Azərbaycanda yaşayır, Knyazdır, Amerikada yaşayır. İkisi də eyni ildə başlayırlar bu işə. Biri fintechdə başlayıb, biri proptechdə başlayıb deyək ki. O belə bir üstünlük qoyub, bu belə bir üstünlük qoyub və s. Akşin deyək ki, məsələn üçün 3 ilə gəlib senior, o birisi gəlib hələ ki, məsələn üçün bir pozisiya dəyişikliyi yaparmayıb. Bax, burada belə bir şey gəlib çıxar. Azərbaycanda bir dənə çox qəribə bir şey var. Bax, həm HR-lara aiddir bu, həm də dizayn rəhbərlərə aiddir bu, həm də rəqibi olan digər şirkətlərə aiddir olan bir şey. Məsələn, X bir şirkətin rəqibi olan şirkətlərə aiddir. Bax, insanın həyatını necə məhv eləyə bilərlər deyə bir kitab yazılsa, məsələn üçün bəlkə də bunu həmin bu şəxslər rahatlıqla yaza bilər. Söhbət dizayner həyatından gedir. Necə olur?
X bir insanın, məsələn ki, X bir insan bir il bir yerdə işləyir. Yəni deyək ki, məsələn, hər hansı bir fintech layihədə işləyir, finansal proyektdə işləyir. Və adam da istər-istəməz görür ki, məsələn üçün mən gördüyüm işi strong middle-da görür bu işi, senior da eyni işi görür. Okay, mən də pozitiv dəyişiklik istəyirəm və pozitiv dəyişikliyi bərabərdir maaşa. Və qabağına çıxan bir vakansiyaya və ya nə bilim digər bir vakansiya offerına buna müraciət edirlər və ya bunu müraciət edir. Bu deyir ki, əgər sənin şirkətinin middle ola biləcəmsə gələrəm. O da deyir ki, okay, gəl səni middle eləyəcəm. Amma gəl bizə. Bu da Ayza gəlir bizə. O da deyir ki, okay, middle elə məni. O da middle istiyorum falan deyir. O da gəlir. Gözlə, səsin yenə dalğalandı. İndi danış bir də. Düzəldində. Yo, yenə getdi səsin. Şey olur, belə düzəldi, davam et. Düzəldi, hə. Məsələn üçün adam gəlir, middle olur. Sonra X bir şirkət deyir ki, əgər sən bizə gəlsən, bizə senior olaraq gələ bilərsən. Adam 3 il ərzində ya leading olur, ya senior olur və məsələn üçün mən özüm bax sənə səmimi bir şey deyim. Mən 2010-cu ildən, yəni 2011-ci ildən falan, yəni 2026-ya kimi məsələn üçün işləyirəm. 2024-cü ildə Toçamak mənə dedi ki, bizdə konsultant olaraq sayı birini başqa bir işə getdi, başqa bir departamentə getdi. İstəsən sənin pozisiyanı 3 aylıq, onsuz da mənim müqaviləm bitməyinə 3 ay qalıb. Dedi ki, senior konsultant olaraq yaza bilərik. Mən də mən yazam. O vaxtda ki, məsələn üçün, nə bilim, senior, nə bilim, odur, budur, strong seniordur, daha da strong, ən strong, nə bilim falan. Bu kimi şeylər əslində heç çox yer almayıb. Amma məsələn üçün, mən baxıram, görürəm ki, adam bir il yarımda işləyir və o şey başlayıb, məsələn üçün, bu nəyisə leading eləməyə. Amma və bizə nəyə gəlib çıxarır? Department rəhbəri və yaxud HR və yaxud nə bilim, CPO, CDO falan bunlar da görür ki, Akşinlə Knyaz bir şirkətdə işləyirlər. Biri seniordur, biri juniordur. Görür ki, bu adamların gördüyü, apardığı iş eynidir. Onda deyir ki, okay, bizim junior nəyə ehtiyacımız var? Əgər senior bu işi görürsə və deyir ki, bu adam 3 ilin təcrübəsidir, bu adam 1 il təcrübəsidir və eyni işi görür. Və deyir ki, bizim bir sonraki hayırlarda onda biz niyə junior almalıyıq? Biz onda senior almalıyıq. Çünki onsuz da bu adamlar eyni işi görür. Amma məntiqli yaxınlaşanda adam əslində junioru develop inkişaf elətdirməlidir və əslində nə bilim seniorun çünki skilli tamamilə fərqli olmalıdır. Yəni mühakimə, müzakirə, nə isə lead eləmək, doğrudan nə isə məsuliyyətini əldə eləmək, məsuliyyətini idarə eləmək və s. bu kimi şeylər olmalıdır. Amma bizdə bu müqayisə prosesi doğru müqayisə heç vaxt düzgün olmadığına görə normal olaraq şirkətlərdə də bu bölgü düzgün tənzimlənə bilmir təəssüf ki. Ən böyük problemimizdən birisi budur. Razıyam səndən, tamamilə razıyam səndən. Yəni bu gördüyüm problemlərdir. Eyni səviyyədə şirkətdən şirkətə hoppanaraq vəzifə qaldırırlar, sürətli formada bir yerə çatırlar. Məncə çox 1-2 qurumu çıxsaq, digər qurumlar ümumiyyətlə dizaynerin o vəzifəsini gətirib lead pozisiyona qaldıranda onun mənəc bacarıqlarına heç baxa bilmirlər bəlkə də. Sadəcə içəridə yetişdiyi üçün, hörməti, izzəti və yaxud da nə bilim sayğısı olduğu üçün buralara gətirib çıxır. Amma əvvəldən belə olub da zaten bu söhbətlər. Əvvəldən belə olub. Yəni bizdə vaxtikən qrafik dizayn bazarı var idi, yüksək bazarı yox idi. Vaxtikən qrafik dizayn bazarı var idi. Bu qrafik dizayn bazarında sən bir qurumda 3 il işləyirdinsə, 4-cü ili əlavə dizaynerlər götürüləndə sən art direktor ola bilirdin. Amma art direktordan gözlənilən nədir? Art direktor necə olmalıdır, hansı biliklərə malik olmalıdır və s. bilinmirdi bu. Eyni söhbətin indi UX UI versiyası, product versiyası tamamlandı, davam edir. Bu bəli, yaşayırıq bunu, bu dəqiqə görürük. Amma mənə gəlir, yəni maraqlı, qəşəng produktlar çıxır Azərbaycanda. Mən keçən dəfə deyirəm ki, bu belə götürsək əslində mən dünyadakı ən bomba, ən qəşəng bank applərini Azərbaycanda görmüşəm. Başqa bir problem deyə. Bu da ayrı bir problemdir açığı. Yəni bilmirəm, yəni düzümü biz eləyirik, yoxsa düzü onlar mı eləyir? O da ayrı bir problemdir yəni. O dalğadır da. Məsələn, o bu ölkələr daha çox elektron hökumətə vaxtı ikən gücü verəndə, onu inkişaf elətdirəndə biz bank tərəfi inkişaf elətdirdik. İndi qayıtmışıq elektron hökuməti
yaxşı inkişaf elətdirək. İnkişaf eləyirmi məncə axırıncı bu yəni MyGov-un şeylərini çox bəyənirəm. Yəni Mən ümumiyyətlə də çox yeniləri bombadır. mükəmməl ləzzət edir. Yəni o appə girəndə mən xoşuma gəlir həqiqətən. Məncə bir bank, o ciddi bank bu dövlət şeyini, xidmətlərini çox şirin, qəşəng, səliqəli formada çatdıra bilirlər. Bildiyim qədər mən orada təbliğlərim də çalışır. Və komandada da rəhbər Vüsaldır. Vüsal eşq olsun. Yəni Yes, bomba aparır prosesi. Məncə də mən yəni bu hazırda bir dəqiqə mənim produktlardan birisi də əslində MyGov. Biznes tərəfdən açığı da çox xoşuma gəlir. Yəni belə dizayn infrastruktur baxımından da çox yaxşıdır. insanların bu dəqiqə məncə ən böyük painləri Smart Customs'dır bu ölkədə. O da o tərəfdə MyGov keçsəydi biraz o UI baxımından, nə bilim, və yaxud da proses baxımından MyGov orada Vüsalın komandası, nə bilim, UX tərəfdə biraz güc sahibi ola bilsəydi, bu Smart Customs və s. biraz daha rahat olardı həyatımız. Bilmirəm. Görək də. Bro, ağlıma bir dənə gəldi. İndicə mənə bir dənə bildirim gəldi. E-mail gəldi mənə bir dəqiqə. O e-maili mənə həmişə gələndə bir spam e-mailidir. Həmişə gələndə spam atmışam da. Həmişə gələndə sən yadıma düşürsən. Bizə nə e-maildir? sanalöğretim.com. Oyda o vaxt CD-lərini alırdı. Sən qazıma gəlib Adobe Flash almışdım. İnanırsan o diski yəni hələ də yəni sap kəsmək üçün istifadə edirəm o diski. Amma dəstəlikdə əsədi. O vaxta görə yaxşı idi. Yadıma gəlir Adzonda işləyirdin Şamillə bərabər yanmaya oturmuşduk içəri şəhərdə. 18 il qabaq. 17 il qabaq. Yes. Şamil indi Finlandiyada yaşayır. Bomba. O Şamil Əsgərov artıq köçüb gedib bu ölkədən Finlandiyada. Uzun illərdir ordadır. 7 ildir bildiyim qədərlə, 6 ildir Finlandiyada yaşayır. O vaxtda sanal öyrətim almışdıq. CD-lərdən dərslərə baxırdıq. İndi isə dərs bəyənmirik. Görəsən bu sanal öyrətim heç baxmısan nə olub? Disk satır, tələ də disk satır yoxsa onlayndır? Baxmıram bu dəqiqə çünki ümumiyyətlə mənim vaxt keçdiyim yer daha çox YouTube'dur. YouTube'da baxıram. 2 dalğa var da YouTube'da. Bir musiqi dalğam var, o tərəfdə arxiv zad. Bir tərəfdə də bu yeniliklərdən və s. xəbərdar olmaq üçün ideal platformadır mənim üçün. Çünki güvəndiyim orada bir 4-5 kanal var. Onları aktiv izləyirəm, baxıram ki, nə çıxıb ki, dərhal özüm test eləyə bilim. Bu səbəb nədir? Yəni dizaynerlər belə mi olmalıdır? Yox, biz sadəcə tədris sahəsindəyik deyə özümüzü aktiv saxlamalıyıq ki, düzgün yön verə bilək insanlara. Yəni mənim çalışdığım şey hər şeydən, lazım olan hər şeydən xəbərim olsun. Birincisi, xaraktercə mən belə insanam. Yəni nə deyirlər, türklər demiş, meraklı. Yəni hər şeylə maraqlanan. İkincisi də düzgün yön verə bilim. Yəni analiz eləyə bilək, baxa bilək gələcəyə ki, insanlara səhv yönləndirməyək ki, insanlar da sabah bizi söyməsin. Adım bu da. Sən təzə tədris deyəsən buraxmısan, yoxsa buraxırsan Mən təzə tədris buraxmışam. AI ilə məhsul dizaynı, hansı ki belə dizaynla development-ə. Məsələn, öz kimdir burada? Hədəf tutan kimdir burada? Dizaynerlər, hansı ki product dizaynerlər və ya özünü inkişaf etdirmək istəyən product dizaynerlərə aid olan bir şeydir bu. Yəni ən az təməl səviyyədə olan, yəni təməl səviyyə UX UI və yaxud da belə məhsul dizaynı üzrə təcrübəli olan şəxslərdir. Çünki burada hər hansı bir tool based bir şeydən yox, AI kimi düşünmə bilməkdən keçir bu təlim əslində. Yəni məsələ əslində oturub məsələn üçün gəlsənə Stitch-də belə bir şey hazırlayaq, ya Cloud Design-da bir şey hazırlayaq, ya Cloud-dan belə istifadə edək falan yox. Əslində o məntiqi infrastrukturu qurmağa çalışmaq, ümumiyyətlə çünki yəni bu tool elə bir şeydir ki, yəni mən özüm V0-da istifadə edirəm, Cloud Design-da istifadə edirəm, amma ikisinin hər birinin istifadə etdiyim bir yeri var da. Yəni bunun üçün istifadə edirəm, React komponentlərinə görə istifadə edirəm. Bunu da sırf başqa bir eksport texnologiyası daha yaxşı olduğuna görə istifadə edirəm Cloud Design-ı. Məsələn, yəni bu nə bilim 2027-ci ildə Lovable-dan daha yaxşı produkt çıxa bilər, Cloud Design daha yaxşı produkt çıxa bilər ki, zaten çıxma ehtimalı da çox yüksəkdir.
Yəni məsələ bir sonrakini necə öyrənəcəyin yox, ümumiyyətlə bu AI düşüncə, infrastrukturu necə öz beynində qurmalısan və necə öyrənməlisən, bunu izah edir əslində təlim. Okay. Bu canlı dərsdir yoxsa zapisdir? Bura bu video rekord dərslərdir, canlı dərslər deyil, amma ümumilikdə 2 dəfə belə biz konsultasiya edirik. Konsultasiya. Gözəl. Uğur olsun. Maraqlı. Qəşəng. Belə. Bir 50 dəqiqə danışdıq. Məncə bura bu birinci sessiya üçün məncə bombadır. Kifayətdir, bəsdir. Yes. Gələn dəfə üçün yəqin ki 10 gün sonra 10 gündən bir planlamışıq. Yəni belə götürsək əslində 29-una da belə götürə bilərik. 29-una 30-una çalışacağıq daha belə çalışacaq deyəndə bir 4-5 başlıqla gələcəyik. Əgər sizin də başlıq danışmaq istədiyiniz xüsusi təkliflər varsa, mütləq altda YouTube-da şərhdə yazın. Biz o məsələlərə də toxunaq vaxtımız yetdiyimiz qədər. Yəni bir neçə başlıqla yenə hər görüşdə danışacağıq, amma bəlkə də xəbərlər olacaq, yeniliklər olacaq, onları müzakirə edəcəyik. Ola bilsin qonaqlarımız da qatıldı aramıza. Yəni bu da ola bilər. Amma yenə də sizin xüsusilə maraqlandıran hansısa mövzular varsa, mütləq şərhdə qeyd eləyin. Biz də onları da müzakirə eləyək növbəti buraxılışımızda. Belə. Nəsə bir sual olar, nəsə bir rəy olar, hər hansı bir fikir olar, onları da rəydə qeyd eləyək. Mütləq ki, çalışacaq ki, əlimizdən gəldiyi qədər dolğun informasiya verə bilək. Belə sağollaşmağını eləyə bilərsən, Knyazcığım. Sağ olun, 10 gün sonra görüşərik. Danışacaq. Özünüzü qoruyun. Sağ olun, bay bay. Bay bay.